Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnsan Allah'ı onun gözəl adlarıyla tanıdıqca imanı daha da möhkəmlənir, qəlbi rahatlıq tapır və həyata baxışı dəyişir. Allahın Əl-Mu'ti, bəxş edən və Əl-Mani' qarşısını alan, qoruyan adları müsəlmanlara təvəkkül, razılıq və hikmət dərsi verir. Əl-Mu'ti o deməkdir ki, Allah istədiyini, istədiyi bəndəsinə verir. Malı da o verir, elmi də o verir. Sağlamlığı da o verir, izzəti də o verir. Verdiyi hər nemət mərhəmətindən, lütfündən və ədalətindən qaynaqlanır. Allahın verdiyi nemət qarşısında bəndəyə düşən vəzifə isə şükür və itayətdir. Əl-Mani' isə qarşısını alan, qoruyan deməkdir. Uca Allah öz hikməti ilə bəzi şeylərin qarşısını alır. Bəzən insan bir şey istəyər, lakin istədiyi ona verilməz. Əslində insan başa düşməlidir ki, bu Allahın hikmətidir. Çünki bəndənin bilmədiyini Allah bilir. Allahın bir şeyin qarşısını alması bəzən qorumaq üçündür, bəzən imtahan üçündür, bəzən də daha xeyirlisinə hazırlıqdır. Muğira ibn Şu'bə radiyallahu anhu buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm hər fərz namazından sonra belə deyərdi. Allahdan başqa həqiqi ilah yoxdur. O təkdir. Onun heç bir şəriki yoxdur. Mülk onundur və həmd yalnız onadır. O hər şeyə qadirdir. Allahım, sənin verdiyinin qarşısını alacaq, qarşısını aldığını da verəcək kimsə yoxdur. Heç bir hörmət sahibinə sənin yanında hörməti fayda verməz. Bu dua bizə öyrədir ki, bəxş edən də Allahdır, alan da Allahdır. Hökm yalnız ondadır. Uca Allah buyurur, Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də ondan başqa heç kəs verə bilməz. O qüdrətlidir, müdrikdir. Fatir surəsi 2-ci ayə. İnsan bilməlidir ki, nemətin açarı Allahın əlindədir. Qapıları açan da odur, bağlayan da odur. Ona görə də Allahın Əl-Mu'ti və Əl-Mani'u adlarının mənası bilən müsəlman insanlardan bir şey ummaz. Qapılar bağlananda ümidsiz olmaz. Ona bol nemət veriləndə təkəbbürlənməz. Alananda üsyan etməz. Çünki bilir ki, Allah verəndə mərhəmətlidir, alanda hikmətlidir. Həqiqətən də Əl-Mu'ti vəl-Mani'u olan Allah, bəndələrinə neməti mərhəməti ilə verir, nemətin qarşısını isə hikməti ilə alır. Onun verdiyini heç kim ala bilməz, onun almasını da heç kim geri qaytara bilməz. Həqiqi rahatlıq Allahın hökmünə razı olmaqdır. وآخر دعوانا أن الحمد لله رب العالمين